Kaş yenə də dönəydim mən balaca uşağa. Pərvazdanıb uçaydım mənim üçün əziz çağa. Fit ilə səsləyərdim Vəli ilə səfəri. Özümüzə qoşardıq daha neçə nəfəri. Ürəklərdən keçəni biz qorxardıq deməyə. Qaş göz ilə deyərdik biz gedirik çimməyə. Görərdik ki yığışıb kəndin bütün uşağı. Asta-asta gedərdik yolu üzü aşağı. Xudaquliyev şükür Yaşar ilə gələrdi. Elxan ilə Filmanı yaxın bir dost bilərdi. Çeşmənin soyuq suyun uşaqlara çilərdi. Qəhqəhə ilə gülərək gözlərini silərdi. Biz həvəslə baxardıq Musa, Rıza, Telmana. Balıq kimi üzərdi onlar daşın altına. Çayda mol dayanardıq, quş üzgüsü vurardıq. Nə vaxt yorularıqsa isti quma cumardıq. Axşama dək çimərdik lilli Oxçu çayında. Sonra durulanardıq duru çeşmə suyunda. Gün ortadan keçsə də yemək yaddan çıxardı. Çünki hər kəs tapdığı meyvələrdən tıxardı. Yaxşı kef eləyirdik Seydalının bağında. Çingizin bostanı idi onun da lap sağında. Cəvahirin bağından cavalını yığardıq. Xəlilin armuduna nə zülümlə çıxardıq. Vay o günə görəydi bizi ana Dilara. Bilməzdik ki əlindən çıxıb gedək biz hara. O hamıdan sorardı, deyin hara gedirsiz? Cəmaatın bağına nə üçün divan edirsiz? Rafiq necə yıxıldı Xəlilin armudundan. Bir neçə sınıq oldu qolundan və budundan. Ağlamasa da amma düzəldənmədi qəddin. Onu evə gətirdi Akif ilə Nurəddin. İndi də yadımdadır Yaqubun o cəvizi. Yumşaqlıqda tək idi yağının yox əvəzi. Mirzəmməd bağındakı alçalar neçə cürə. Ağzımız sulanardı yarı turş, yarı şirə. Heç unutmaq olarmı yal əlinin almasın? Axıracan yığardıq yiyəsinə qalmasın. Amma çox insaflıydı, tutanda heç döyməzdi. Nəriman ya Kərəm tək heç vaxt bizə söyməzdi. Gedərdik Həmzalana, Banının narlığına. Oradan Sarıqışlağa, biz Qaraşın bağına. Busardıq biz Mamedi, bir də Qara Bəşiri. Faxı ilə Leyli görsə salardılar həşiri. Nurəddin də həmişə gəzərdi ayaq yalın. Pəncələri enli idi, barmaqlar da çox qalın. Hər bağda rast gələrdim onun məşhur rəddinə. Onu tapşırardılar Seyid Həsən cəddinə. Sadıqoğlu Məhərrəm hərdən bağda yatardı. Bağına hər kim girsə o dəhrəni atardı. Bağındakı armudlar çox ləzzətli olardı. Meyvə sovulana dək o bağlarda qalardı. Bayrama bir ay qalmış təzə torba tikərdik. Köhnə nağara tapıb təzə dəri çəkərdik. Keçinin qəzilindən saqqal da düzəldərdik. Çərşənbənin günündə kosaları bəzərdik. Yumurtanı əvvəldən bastırardıq biz duza. Heç kəs istəməzdi ki döyüşəndə uduza. Hindən ya da mərəkdən yumurtanı yığardıq. Məscidin həyətinə döyüşməyə çıxardıq. Sınıq yumurtaları sonra diyirlədərdik. Hündür yeri seçərdik, hələ pəl də edərdik. Görərdin ki kiminsə yaman pozulub halı. Bilərdin ki uduzub hətta sonuncu falı. Süleyman əmi hər vaxt bizə hakim olardı. Çünki bəzi uşaqlar yaman cığal salardı. Kimi alt üst edirdi, künədən tərs vururdu. Ya da barmağı ilə yumurta sındırırdı. Son çərşənbə günündə biz çillə çıxarardıq.
Kəndin əksər cavanı bir evə yığışardı. Əgər küsülü varsa, həmin gün barışardı. Aşı yeyəndən sonra ara lap qarışardı. Gecənin bir vaxtında uşaqlar bərk coşardı. O məhlə ilə bu məhlə hərdən bir dalaşardı. Hər həyəti gəzərdik, hər bir evə gedərdik. Lap qızlara qoşulub qapıları güdərdik. Kaş yenə də dönəydim dərdsiz, qəmsiz uşağa. Qamışımı minəydim, çapaydım sola sağa. Uşaqlara qoşulub girəydim bostan bağa. Kaş bir də qayıdardım həmən o gözəl çağa. Kaş bir də qayıdardım həmən o gözəl çağa.